Həyət evinin çıxarışı yoxdursa, əmlak vergisi ödəməliyəmmi? Qanunvericilikdə, məsələn, maraqlı sualdır. Qanunvericilikdə qeyd olunur ki, mülkiyyətində əmlak obyekti olan şəxslər vergini ödəyicilərdir, yəni vergini ödəməlidirlər. Əgər mülkiyyəti təsdiq edən sənəd yoxdursa, onda bu məsələ mübahisəlidir. Yəni, biraz suala cavab verib kimlərsə yol açmaq istəmirəm, vergidən yayınsınlar. Amma indi qanunverici nə deyir? Çünki bu iki cavabını da deyən olan vəkillər olub. Ödənməli olan deyənlər də var. Sənəd yoxdursa kimə və niyə ödəyim deyənlər də var. Siz indi vaxtilə bildiyim qədər vergi məsələləri ilə bağlı o sahədə çalışmışsınız. İndi siz o tərəfində, siz qanunvericilik nə deyir onu deyin zəhmət olmasa. Burada mülkiyyət deyəndə, mülkiyyət təsdiq edən sənəd Azərbaycan Respublikasında reyestrdən çıxarışdır. Əgər mülkiyyət təsdiq edən sənəd yoxdursa, ucadan deyə bilərsiniz, narahat olmayın. Bəli. Mülkiyyət ümumiyyətlə, mülkiyyət biraz geniş anlayışdır. Bu özündə 3 elementi ehtiva edir. Sahiblik, istifadə və sərəncam. Bəli. Şəxs ola bilər ki, mülkiyyətində, belə desək, hər hansı bir əmlaka sahiblik və istifadə edir, amma sərəncam vermir. Yəni alıb sata bilməz. Bu 3 komponentin cəmi mülkiyyətdir. İndi ümumi geniş anlamda baxsaq, əgər bu həyət evin məsələsini şəxs sata bilmir hal-hazırda, deməli, tam olaraq bunun mülkiyyət hüququ yoxdur. Bəli. Qanun da vergi qanunvericidir ki, mülkiyyətində. Bu mülkiyyət formalaşıbdır, yoxsa formalaşmayıbdır. Məsələyə biraz daha geniş baxsaq, məsəl üçün, Önər Yıldız Türkiyəyə qarşı bir Avropa məhkəməsində bir iş var idi. Orada Avropa məhkəməsi belə qət elədi ki, ümumiyyətlə, şəxsin ola bilər hansısa bir əmlaka dair faktik olaraq, yəni de facto mülkiyyət sənədi yoxdur, amma onun sahibli və istifadə hüququ var idi. Deməli, onun gözlənilən mülkiyyət hüququ var idi. Yəni, məsələyə Azərbaycan Respublikası qanunvericiliyi kontekstində yanaşanda mülkiyyətində olmalıdır. Mülkiyyətində olmalıdır. Yəni, mülkiyyət sənədi yoxdursa, belə başa düşdüm ki, sizin sözünüzdə belə anladım ki, əslində verginin tələb olunması da bir o qədər də qanunvericilikdə nəzərdə tutulmuyor, yəni ödənilməməlidir.